Mən Həzrət Hüseyin aşıqıyam deyən adamın mən dilindən Həzrət Ömərə lənət eşitmişəm. Mən Hüseyinçiyəm deyən adamın mən Həzrət Əli aşıqıyam deyən adamın dilindən mən Həzrət Əbu Bəkirə, Həzrət Ömərə, Həzrət Osmana təhqir eşitmişəm. Mən Hüseyinçiyəm deyən adamın dilindən mən Həzrət Ayşə anamıza, Peyğəmbər qadınına, müsəlmanların arasında əxlaqsız söz eşitmişəm. Bu da mən deyirəm ki, qardaşım, sən təxribatçısan, sən Siyonistin nökərisən, sən İslamın düşmənisən, onu qəsdən eləyirsən. Heç bir başında ağlı olan bir Həzrət aşıqı, Əli aşıqı, bir Həzrət Hüseyin aşıqı dünyasında Peyğəmbərin xanımına əxlaqsız deməz. Dünyasında Peyğəmbərin gezdəsinə, üzr istəyib qaynatasına, dostuna, yol yoldaşına, onun qardaşına, din qardaşına, Həzrət Əbu Bəkirə, Həzrət Ömərə, Həzrət Osmana nifrət eləməz, pis söz deməz, mümkün olan şey deyil bu. Bunu sən eləyirsən, sən deməli agentsən, sən zalim alçaq adamsan, sən İslamı parçalamaq üçün bunu eləyirsən. Mən ona görə deyirəm ki, qardaşım, Həzrət Hüseyin olan məhəbbətini sən qabarıq şəkildə bu boyda deyəndə ki, Gəncə, nə bilim, filan, Bakı, Naxçıvan, Hüseyinci şəhəridir. Yanlışdır bu. Kökündən yanlışdır, mən bunu demək istəyirdim.